Həm bağlayıcı, həm də ədat kimi düşünülə bilən söz hansı cümlədə işlənmişdir? Gəldim ki, bütün işləri tamamlayım. Burada ki, tabelli bağlayıcısıdır. İki cümləni birləşdirib. Yəni bu haqqda sənə deməyiblər. Burada yəni sual ədatı kimi istifadə olunub. Artıq məhsullar geri qaytarılsın. Burada artıq sözünü həm sifət, həm ədat kimi düşünə bilərik, amma bağlayıcı kimi düşünə bilmərik. Bütün qonaqlar gəlmişdi, ancaq sən gəlməmişdin. Biz burada ancaq sözünü amma ilə əvəz etsək, bağlayıcı olacaq. Amma sən gəlməmişdin. Bu zaman bağlayıcıdır. Bir dəfə də belə düşünə bilərik. Bütün qonaqlar gəlmişdi, ancaq sən gəlməmişdin. Yəni təkcə sən gəlməmişdin. Təkcə sözü ilə əvəz etsək, bu zaman isə ədat kimi düşünə bilərik. Cavabımız ona görə bu variant olur. Məhz sözü isə yalnız ədat kimi işlənən sözdür.